Biri vardı, biri yoxdu. Mühərriklər diyarı adlı sehirli bir ölkədə Faralar şəhəri adında gözəl bir məkan vardı. Bu şəhərdə yaşayan bütün avtomobillər şən və parlaq BMW ailəsi idi. Onların sevinci şəhərin mərkəzindəki fəvvarədən axan parıltı bulağından gəlirdi. Hər səhər maşınlar bu bulağın suyu ilə yuyunur, rəngləri göy qurşağı kimi parıldayır, mühərrikləri isə şən bir nəğmə oxuyurdu. Lakin bir gün şəhərə qara buludlar çökdü, parıltı bulağı qurudu. Maşınların rəngi solmağa, parlaq boyaları isə kütləşməyə başladı. Onların şən mühərrik nəğmələri yerini kədərli bir xırıltıya verdi. Şəhərin ağsaqqalı, müdrik və təcrübəli, tünd göy rəngli bir 8 seriyası olan Kapitan Qran faralarını qısıb dedi. Bu ancaq bir nəfərin işi ola bilər. Sükut dərəsində yaşayan, hər cür parlaqlığa və sevincə düşmən olan qəddar Pas kralının. Deyilənə görə, Pas kralı parıltı bulağının mənbəyini, sehirli parıltı kristalını oğurlayıb, öz paslı, cırıldayan qəsrinə aparmışdı. Bütün maşınlar qorxu içində idi. Sükut dərəsi təhlükəli yer idi. Yolları yapışqan qatranla örtülü, hər tərəfi isə iti paslı dəmir parçaları ilə dolu idi. Kim ora getməyə cürət edərdi ki? Bu an 3 fərqli amma cəsur avtomobil irəli çıxdı. Birincisi, gələcəkdən gəlmiş kimi görünən, səssiz və ildırım kimi sürətli elektrikli i4 olan Volta idi. O, mühərriki ilə deyil, zəkası və çevikliyi ilə fəxr edirdi. İkincisi, nəhəng təkərləri və polad kimi möhkəm gövdəsi ilə tanınan, heç bir maniyədən qorxmayan, qüdrətli X7 olan qaya idi. Üçüncüsü isə, üstadcıq, zərif və rəqqasə kimi qıvraq, hər kəsin sevimlisi olan Z4 Roadster mirvari idi. Bu qeyri-adi üçlük Pas kralının qəsrinə doğru yola düşdü. Onların ilk sınağı xırıltılı bataqlıq oldu. Bura o qədər palçıqlı idi ki, ən güclü maşınlar belə batıb qalırdı. Qaya bütün gücünü toplayıb irəli atıldı, möhkəm təkərləri ilə palçığı yararaq dostlarına yol açdı. Sonra onlar cırıldayan kanyona çatdılar. Bu kanyon o qədər dar idi ki, qaya oradan keçə bilməzdi. Bu zaman zərif mirvari işə qarışdı. O kiçik və qıvraq gövdəsi ilə dar keçidlərdən bir ilan kimi süzülərək keçdi və o biri tərəfdən kanyonu genişləndirən gizli bir rıçaq tapdı. Nəhayət onlar Pas kralının qəsrinə çatdılar. Qəsrin hər tərəfi paslı dəmir yığınları və cırıldayan mexanizmlərlə dolu idi. Taxtında əyləşən Pas kralı onları görəndə qəhqəhə çəkib güldü. Deməli, mənim paslı səltənətimə biraz parıltı gətirmək istəyirsiniz? O kristalı geri almaq üçün əvvəlcə mənim pas məngənəsi adlı sınağımdan keçməlisiniz. Qəfildən duvarlardan nəhəng paslı məngənələr çıxıb dostlarımızı əzməyə çalışdı. Qaya bütün gücü ilə məngənələri saxlayır, mirvari isə sürəti ilə onların diqqətini yayındırırdı. Bu zaman heç kimin gözləmədiyi bir şey oldu. Səssiz Volta elektrik mühərrikinin bütün gücünü toplayıb güclü bir elektromaqnit impulsu yaratdı. Bütün paslı dəmir məngənələr bir anda havada donub qaldı. Pas kralı şok içində idi. O belə bir sehir gözləmirdi. Volta sakitcə irəli sürdü. Biz səninlə döyüşməyə gəlməmişik. Biz sadəcə şəhərimizin sevincini geri istəyirik. Niyə parlaqlığı bu qədər sevirsən? Pas kralı kədərlə dedi. Çünki mən heç vaxt parlaq olmamışam. Mən köhnə unudulmuş hissələrdən yaranmışam. Həmişə sizin parıltınıza həsəd aparmışam. Bu sözləri eşidən mirvari öz ehtiyat parlaq cilasından bir damla kralın üzərinə damcılatdı. Paslı metalın üzərində balaca, amma çox parlaq bir nöqtə əmələ gəldi. Kral ilk dəfə öz əksini bu nöqtədə görüb heyrətləndi. Ürəyi yumşalan Pas kralı parıltı kristalını onlara qaytardı. Dostlarımız Faralar şəhərinə qəhrəman kimi döndülər. Kristal yenidən fəvvarəyə qoyuldu və parıltı bulağı əvvəldən də güclü axmağa başladı. Şəhər yenidən rənglərə və şən nəğmələrə qərq oldu. Deyilənə görə o gündən sonra Pas kralı da dəyişdi. O artıq şər işlər görmür, əvəzində öz qəsrində köhnə maşınları təmir edib, onlara yeni bir fərqli gözəllik bəxş edirdi. Çünki 3 cəsur dost ona başa salmışdı ki, əsl gözəllik təkcə parıllıqda deyil, həm də ürəkdəki xeyirxahlıqdadır.